Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz, TikTok və YouTube izləyiciləri. Masazır qəsəbəsində Qubçalı, yəni evində torpağın sənəti olan belə bir qoşa ayrı-ayrı girişləri olan əsas prospekt yola yaxın bir ərazidə həyət evləri təqdim edəcəm sizlərə. Sayıları məhduddur, 2 ədəddir. Belə bir ümumi balaca da olsa həyəti var. Maşın girməsi də həyəti yaxşıdır. Küçəsi genişdir, asfaltdır. Həyətinə maşın saxlamaq olar. Həyətin su krantı var, qaz su işıq var, kanalizasiya var. Evin bu 1 ilə 2-ci mərtəbənin arası monolit betondur sona qədər. Qoşa daşla tikilib, kubiklə iş olunur və keçə evin içində olan şəraiti sizlərə göstərim. Eyni evlərdir, Heç bir fərqləri yoxdur. Fərqləri sadəcə divar kağızlarının rənglərində olacaq. Burada 2-ci mərtəbəyə qalxan pilləkəni görürsünüz. Pilləkənin altında belə bir qapı qoyulub. Gələcəkdə boş bir ərazi kimi istifadə eləməyə, giriş qapısı, pəncərəsi, mətbəx hissəsi bu hissələr nəzərdə tutulub. Qiymət 60.000 manat. Endirim olunacaq, nağd satılır. Nağd satılır, baxandan sonra ev sahibi tərəfindən endirim mütləq şəkildə eşidəcəksiniz. Bu hamam otağıdır. Aksesuarları alıcı öz istəyinə uyğun alıb quraşdıra bilər. Evin iç qapıları keyfiyyətli qapılardır, bəyaz qapılardır, ağır qapılardır. Burada bizdə belə bir otaqdır. Lazım olsa bu otağı qonaq otağı kimi də istifadə etmək olar. Yataq otağı kimi də istifadə etmək olar. Divar kağızları keyfiyyətlidir və ən əsas odur ki, bu evdə keyfiyyətə çox üstünlük verilir. Hətta bu otağın kombi xəttləri çəkilib, kondisioner üçün, soyutma sistemi üçün cəryan xəttləri də çəkilib. Hazır evdir, 2 ədəddir, eyni qiymətdir, yəni fərqli qiymətlərə deyilmir. Sadəcə fərq divar kağızlarında ola bilər. Və qalxaq 2-ci mərtəbədə olan şəraiti sizlərə göstərim. Burada biz də qalxmışıq 2-ci mərtəbədəyik. Evin ümumi otaq sayı 3-dür. Və burada da bizdə böyük bir otaqdır. Lazım olsa buranı qonaq otağı kimi istifadə etmək, aşağıda yataq otağı kimi istifadə etmək olar. Sayıları məhduddur. Sonra qızıya təşəkkür edirəm.